Salam, hər vaxtınız xeyir. Çevrənin tənliyi mövzusunun davamına baxırıq. 16 nömrəli sualda qalmışdıq. Deməli, 16 nömrəli sualda deyilir ki, A, B və C nöqtələri verilib. Bu nöqtələrdən hansılar x kvadrat üstəgəl y kvadratı bərabərdir 21 tənliyi ilə verilmiş çevrənin daxilində yerləşir. Deməli, əvvəlcə x kvadrat üstəgəl y kvadratı bərabərdir 21. Deməli, bunun radiusunu tapsaq, baxın, x kvadratı üstəgəl y kvadratı bərabərdir 21-ə. Bu, x kvadratı üstəgəl y kvadratı bərabərdir r-in kvadratına uyğundur. Yəni, r-in kvadratı bərabərdir 21-ə, r də bərabərdir kök altı 21. Biz radiusu 21 olan çevrə götürməliyik. Elə bil ki, baxaq, radius kök altı 21 olmalıdır. Radius kök altı 21 olmalıdır. İndi bizə deyir ki, bu nöqtələrdən hansılar bu çevrənin daxilində yerləşir. Çevrənin daxilində yerləşməsi üçün radius kök altı 21-dən kiçik olmalıdır. İndi əvvəlcə A nöqtəsinin radiusunu tapaq. Koordinatlar -2 və 4-dür. A nöqtəsi üçün yazıram. -2-nin kvadratı üstəgəl 4-ün kvadratı bərabərdir r-in kvadratı. 4, 16, 20 bərabərdir r-in kvadratı. R olacaq kök altı 20. Kök altı 21-dən kiçik olduğuna görə deməli A nöqtəsi çevrənin daxilində yerləşir. B nöqtəsini yoxlayaq. B nöqtəsinin koordinatları 3, -3. 3-ün kvadratı, -3-ün kvadratı. -3-ün kvadratı bərabərdir r-in kvadratı. 9, 9, 18. R-in kvadratı 18. R də olacaq kök altı 18. Bu da eyni qaydada kök altı 21-dən kiçik olduğuna görə çevrənin daxilində yerləşir. C nöqtəsinin koordinatları 1, 5-dir. C nöqtəsinin koordinatları 1, 5. 1-in kvadratı üstəgəl 5-in kvadratı bərabərdir r-in kvadratı. Buradan r-in kvadratı 26 alırıq. R də bərabərdir kök altı 26. Və kök altı 21-dən böyük olduğuna görə deməli bu çevrənin daxilində yox, xaricində yerləşəcək. Deməli, çevrənin daxilində yerləşənlər A və B, düzgün cavab B variantı. 17 nömrəli sualda, yəni eyni tipli sualdır, 16 nömrəli sualda olduğu kimi, sadəcə burada xaricində deyir. Xaricində dediyinə görə, burada məsələn C nöqtəsi xaricində yerləşmişdir. Eyni qayda ilə baxıb, 17 nömrəli sualı özünüz yaza bilərsiniz. Baxırıq 18 nömrəli suala. Nöqtələr arasındakı ən qısa məsafə 6 olan iki konsentrik çevrədən birinin tənliyi verilib, digər çevrənin tənliyini soruşur. Baxın, konsentrik çevrələr mərkəzləri üst-üstə düşən çevrələr, yəni hər iki çevrənin mərkəzi eyni bir nöqtədə yerləşir. Bura olsun O nöqtəsi. İndi burada deyir ki, nöqtələr arasındakı məsafə 6 olan iki çevrədir. Yəni bu çevrələrin nöqtələr arasındakı ən qısa məsafə, ən yaxın məsafə nəzərdə tutulur. Yəni bura 6-dır. İndi bizə nə soruşur? Çevrənin tənliyi verilib, x kvadratı üstəgəl y kvadratı minus 2x üstəgəl 4y minus 20 bərabərdir 0. Biz bu tənliyi sadələşdirib, buradan radiusu tapmalıyıq. X kvadratı və -2x bir qruplaşır. Müxtəsər vurma düsturuna gətirsək, x minus 1-in mötərizə kvadratı. Burada 2-dirsə, 2-nin yarısı burada 1 yazılır. Ona diqqət edirik. Burada əgər x-in əmsalı cüt ədəddirsə, müxtəsər vurma düsturuna gətirəndə mötərizənin içindəki ədəd onun yarısı olur. Bunu açsaq, verir bizə x kvadratı minus 2x. Üstəgəl 1 var. Amma bu 1, bu tənlikdə olmadığına görə həmin biri buradan çıxıram. Üstəgəl, y kvadratı və 4y birlikdə qruplaşır. Y kvadratı y-in mötərizə kvadratıdır. 4y-in də yarısı 2. Bunun mötərizə kvadratı. İndi bunu açsaq, y kvadratı üstəgəl 4y, bu verilən tənlikdə var. Üstəgəl 4 də var, amma bu 4 olmadığına görə həmin 4-ü buradan çıxırıq. Və minus yuxarıdakı tənlikdə 20 qaldı, bərabərdir 0. İndi davam edirik. X minus 1-in kvadratı üstəgəl y plus 2-nin kvadratı bərabərdir 25-ə. -1, -4 və -20 müsbət 25 verir. Buradan r kvadratı 25, r də olacaq 5. Yəni radius 5-dir. Baxın. Bu kiçik çevrənin radiusu 5-ə bərabərdir. Bunların da mərkəzin koordinatları eynidir. Çünki bu iki çevrənin mərkəzi eyni nöqtədə olduğuna görə digər yazacağımız tənlikdə də mərkəzin koordinatları yenə müsbət 1 ilə -2 olacaq. Yəni bu hissə eyni olacaq digər tənlikdə də. Sadəcə radius fərqli olacaq. Böyük çevrəyə fikir versək görərik ki, böyük çevrənin radiusu 5 üstəgəl 6, 11-ə bərabərdir.
Yəni böyük çevrənin radiusu 11-dir. Sadəcə bu tənlikdə 25-in yerinə 11-in kvadratı 121 yazmalıyıq. Yəni tənliyimiz olacaq x minus 1-in kvadratı üstəgəl y plus 2-nin kvadratı 11-in kvadratı 121. Yəni düzgün cavab olacaq x minus 1 ilə başlayan və y plus 2 D variantı. 19 nömrəli suala baxırıq. Y bərabərdir 4 və y bərabərdir 14 düz xətlərinə və ordinat oxuna toxunub, mərkəzi koordinat müstəvisinin ikinci rübündə yerləşən çevrənin tənliyini yazın deyir. Əvvəlcə düzbucaqlı koordinat sistemi çəkirəm. Bu x oxu olsun, bu da y oxu. Deməli, y bərabərdir 4 və y bərabərdir 14. Absis oxuna paralel düz xətlərdir. Bu olsun, y bərabərdir 4 düz xətti. Y bərabərdir 4. Bura yəni 4 nöqtəsidir. Burada isə y bərabərdir 14 düz xətti olsun. Biraz bundan yuxarıda. Y bərabərdir 14. İndi bu çevrə hər iki düz xəttə də toxunmalıdır. Bir də ordinat oxuna toxunmalıdır. Deməli, bunların daxilində bir çevrə var bu şəkildə. İndi buradan bura qədər məsafə 4-dən 14-ə qədər 14 minus 4 10-dur. Bu 10 da çevrənin elə diametrinə bərabərdir. Baxın. Bu məsafə ilə diametrə bərabərdir. Diametrdirsə, yəni diametr 10-dursa, deməli çevrənin radiusu 5-ə bərabərdir. Buradan bura qədər radiusdur. Bu deməli 5-dir. Buradan R bərabərdir 5 yazıram. R 5-dirsə 3 dənə variant qalır. D variantı və A variantını cavablardan sildik. İndi bu mərkəzdir, O nöqtəsi. İndi baxın, burada Y-i göstərəcəyik. Buradan aşağıya kimi isə X-i. X nöqtəsini göstərir. Buradan bura qədər 4-dürsə, bura 4-dür. Buradan bura qədər də radius 5 idi. Yəni radiusa bərabərdir. Baxın, diametrin yarısıdır bu məsafə. Yenidən göstərirəm. Bu məsafə radiusdur. Yəni radius 5 olduğuna görə burada 5-dir. 5, bu aşağıda qalan hissədə 4-dür. Yəni 9. Deməli, bu O nöqtəsinin ordinatı, yəni burada ordinat 9-dur. Absisi isə, baxın, buradan bura qədər radius deyilmi 5? O həmçinin burada eynidir. Burada radiusdur 5'dir. Amma ikinci rübdə olduğuna görə mənfi 5. Deməli, O nöqtəsi mərkəzin koordinatları x-i mənfi 5'dir. Y-i də 9. Deməli, çevrənin tənliyini yazıram. X minus a-nın kvadratı üstəgəl y minus b-nin kvadratı bərabərdir r-in kvadratı. X minus a mənfi 5 idi. Düsturda da mənfi var. Üstəgəl 5'in kvadratı. Üstəgəl y minus b 9'dur. Y minus 9'un kvadratı. R də 5'dir. 5'in kvadratı 25. Düzgün cavab olacaq C variantı. 20 nömrəli sualı eyni bu qaydadadır. Sadəcə 4-cü rübdə yerləşəcək. 4-cü rüb yox. Baxın 3-cü rübdə yerləşəcək. Yəni 4-cü rübündə yerləşən deyir. Bir dəqiqə. Yox, 4-cü rübdə yerləşir. 4-cü rüb var da burada. 4-cü rübdə yerləşir deyir. Sadəcə y bərabərdir mənfi 3, mənfi 9 düz xətlər aşağıdan keçəcək də. Yəni bunların arasında bir çevrə olacaq. Bunu da özünüz çəkin. Eyni bu qaydada işləyin. Görək düzgün cavab hansı variantdır? Rəy bölməsində yazarsınız. Baxırıq 21 nömrəli suala. 2 eyni tipli sualdır. 21-i mən yazacağım. 22-ni isə siz buna baxıb işləyərsiniz. Çevrələrin mərkəzlər arasındakı məsafəni soruşur. 21 nömrəli sualda düsturu yadımıza salırıq. X minus a-nın kvadratı üstəgəl y minus b-nin kvadratı bərabərdir r-in kvadratı. Burada a və b mərkəzin koordinatlarıdır. Birinci düsturda x plus 3'də, yəni düsturda mənfi var. Deməli, orada a mənfi 3'dür. B isə mənfi 2. Deməli, birinci çevrənin tənliyində mərkəzin koordinatları mənfi 3 və mənfi 2'dir. İkincinin koordinatlarını endən işarə edirəm. Mənfi 9'dursa, x minus 9'dursa elə müsbət 9 götürürük. Y minus 3'dürsə elə müsbət 3 götürürük. İndi bizdən mn'i soruşur. Mn məsafəsi 2 nöqtə arasındakı məsafə düsturu. Kökün altında 9 minus mənfi 3'ün mötərizə kvadratı. Üstəgəl 3 minus mənfi 2'nin mötərizə kvadratı. 12 kvadratı 144. 5 kvadratı 25. 169, bu da 13'e bərabərdir. Yəni düzgün cavab 13. 22 nömrəli sualı eyni bu qaydada. Buna baxıb özünüz yazın. Keçək növbəti səhifəyə.
23 nömrəli sualda tənliyi ilə verilmiş çevrənin radiusunu soruşur. Əvvəlcə verilmiş tənliyi sadələşdiririk. X kvadrat üstəgəl y kvadratı minus 8x bərabərdir 0. Burada x kvadratı və mənfi 8x bir qruplaşır. Həmin x kvadratı minus 8x-in yerinə yazıram. X minus 4-ün mötərizə kvadratı. Baxın, bunun açılışı x kvadratı minus 8x üstəgəl 16-dır. Ona görə min 16-nı buradan çıxıram. Üstəgəl y kvadratı isə təkdir, o olduğu kimi qalır, bərabərdir 0. Buradan x minus 4-ün mötərizə kvadratı, üstəgəl y kvadratı, 16-nı da sağ tərəfə keçirəndə müsbət 16. Deməli, əgər mərkəzin koordinatları soruşulsa bizdən, M nöqtəsi, burada x minus 4-ü 0-a bərabərdən də 4, y isə 0. Mərkəzin koordinatları 4, 0-dır. Radiusu isə r kvadratı bərabərdir 16-ya, r də olacaq 4. Bizdən radiusu soruşur, cavab 4-ə bərabərdir. 24 nömrəli sualı buna baxıb özünüz yazın. Burada x kvadratı olduğu kimi qalacaq, bu ikisi bir qruplaşacaq. İndi baxaq növbəti suala, 25 nömrəli sual. A5 nöqtəsindən çevrəsinə qədər olan ən yaxın məsafəni soruşur. Əvvəlcə, həmin tənlikdən mərkəzin koordinatlarını tapırıq. X kvadratı üstəgəl y kvadratı, üstəgəl 2x, üstəgəl 10y, üstəgəl 22 bərabərdir 0. X kvadratı və 2x bir qruplaşacaq. X plus 1-in mötərizə kvadratı. Bunun açılışı x kvadratı üstəgəl 2x-dir. Baxın, bu burada var. Amma üstəgəl 1 yoxdur, çünki bunun açılışında 1 də var da. Həmin biri buradan çıxıram. Sonra üstəgəl y kvadratı və 10y bir qruplaşır. Y üstəgəl 10-un yarısı 5. Y üstəgəl 5-in kvadratı. Bunun açılışı y kvadratı üstəgəl 10y üstəgəl 25. Həmin 25-i buradan çıxıram. Üstəgəl 22, bu 22 bərabərdir 0. Deməli, x üstəgəl 1-in kvadratı, üstəgəl y plus 5-in kvadratı, mənfi 21, mənfi 25, mənfi 26, üzərinə 22 gəldi, mənfi 4. Sağ tərəf atsaq, müsbət 4. Deməli, bu çevrənin mərkəzin koordinatları plus 1-dirsə mənfi 1, plus 5-dirsə mənfi 5. İndi radiusu da 2-dir. Gəlin şəkli çəkməyə çalışaq, görək nə deyir bizə. Deməli, düzbucaqlı koordinat sistemi. Mərkəzin koordinatları mənfi 1, mənfi 5-dir. Deməli, yerləşəcək 3-cü rübdə. Mənfi 1, mənfi 5 burada yerləşir. Bura mənfi 1 olsun, burada olsun mənfi 5. Bura 1 nədir? M nöqtəsi olsun. M nöqtəsi. Və radius da 2-dir. Radius 2-dir. Radius 2-dirsə və A5 3 nöqtəsindəndir. A5 3 nöqtəsi də yerləşir 1-ci rübdə. Burada da bir A5 3 nöqtəsi var. Bura 5-dir. Burada 3-dür. İndi burada bir çevrə çəksək, radius neçə olmalıdır? Deməli, bu şəkildə olacaq da. Mərkəz M-1,5-dirsə, bu xətt aşağı kimi uzadım. İndi olacaq bu şəkildə çevrəmiz. Bu bizim çevrəmiz. Radius 2 olmalıydı da. Biraz şəkil qəşəng olmur. Eyb yox, bu şəkildə olsun. İndi bu nöqtədən çevrəyə qədər olan ən yaxın məsafəni soruşur. Yəni, baxın, bunu soruşur. Əvvəlcə biz bu A nöqtəsindən bu çevrənin mərkəzinə qədər olan məsafəni tapırıq. Əvvəlcə həmin A nöqtəsindən bu çevrənin mərkəzinə qədər olan məsafəni tapaq. Yəni, iki nöqtə arasındakı məsafə düsturu. Modulda AM bərabərdir. A nöqtəsinin koordinatları var bizdə 5-dən 3-dür. M nöqtəsinin də koordinatları var. -1 ilə -5-dir. Buna əsasən AM-i tapsaq, kökün altında -1 minus 5-in mötərizə kvadratı, -5 minus 3-ün mötərizə kvadratı. -6 kvadratı 36, 8 kvadratı 64, bu da bizə verir 10. Deməli, bu A nöqtəsindən M-ə qədər məsafə 10-a bərabərdir. Bu çevrənin radiusu 2 idi. Həmin ondan bu radiusu çıxıram. Baxın, bu məsafəni çıxıram. Bura 2-dir çünki. Bunu çıxanda bura qalır 8. Bizdən də mərkəzlər arasındakı məsafəni soruşmur. Həmin A nöqtəsindən çevrəyə qədər ən yaxın məsafəni soruşur. Həmin məsafədə 10 minus 2, yəni bu çöldə qalan hissə, baxın, yenidən göstərirəm. Bu hissə 8-ə bərabərdir.
Düzgün cavab 8. 26 nömrəli sual 25-ci sualla eynidir. Bunu həmin suala baxıb özünüz yazarsınız. Baxarıq 27 nömrəli suala. A nöqtəsi koordinatları verilib vahid çevrənin üzərində olarsa, M-in qiymətləri cəmini tapın deyir. Deməli, A nöqtəsi vahid çevrənin üzərində yerləşərsə, deməli, A nöqtəsi mərkəzi 0, 0 olan və radiusu 1-ə bərabər olan çevrənin üzərindədir. Yəni, x kvadratı üstəgəl y kvadratı bərabərdir 1 şərtini ödəməlidir. İndi burada x m-4-dür. m-4-ün mötərizə kvadratı üstəgəl m-5-in y m-5-dir, bərabərdir 1. Bunu açsaq, m kvadratı minus 8m üstəgəl 16 üstəgəl m kvadratı minus 10m üstəgəl 25 minus 1 bərabərdir 0. Buradan 2m kvadratı minus 18m 24, 16, 40 üstəgəl 40 bərabərdir 0. 2'ye bölürük. M kvadratı minus 9m üstəgəl 20 bərabərdir 0. Köklər olacaq 4 ilə 5 cəmi 9 hasil 20. İkisi də müsbətdir və yaxud da başqa bir qayda ilə belə yaza bilərdik. Bir dəfə, yəni bu kvadratlar cəmli 1 olması üçün bir dəfə buna 0 deyirəm, buna 1 deyirəm. Bir dəfə də bura 1 deyəcəm, digərinə 0. Yəni o cür m-lərdə tapmaq olar. Yenə m 4 ilə 5 alınacaq. İndi bizə nə soruşur? M-in qiymətləri cəmini soruşur. M həm 4 həm də 5 ola bilər. 4 üstəgəl 5 cavab olacaq 9. 28 nömrəli sual sizindir. Burada isə hasilini soruşur. Keçirik 29 nömrəli suala. 29 nömrəli sualda deməli 29 nömrəli sualda A nöqtəsindən bu təni ilə verilmiş çevrəyə K nöqtəsinə toxunan düz xətt çəkilmişdir. AK parçasının uzunluğunu soruşur. Baxaq görək nə deyir. Düzbucaqlı koordinat sistemini çəkək əvvəlcə. A nöqtəsi yerləşir ikinci rübdə. Y, burada x. A nöqtəsi yerləşir burada. Deyək ki, burada da A nöqtəsi. Koordinatları -12 və 3. Bura 3. Burada bir A nöqtəsi yerləşir. Bu təni ilə verilmiş çevrəyə K nöqtəsində toxunan düz xətt çəkilmişdir deyir. İndi burada verilən çevrənin mərkəzin koordinatları müsbət 5-dən müsbət 3-dür. Bu da birinci rübdür. Müsbət 5-dən müsbət 3. Burada yerləşir nöqtə. Mərkəzin koordinatları bura O nöqtəsi olsun. Radius da deyir 64. R kvadratı 64-ə. Deməli, radius 8-dir. Radiusu 8 olmalıdır. Radius 8 isə biraz mərkəzi bu nöqtədədir. İndi buradan çevrə çəksək, radius bura qədər 3-dür. Biraz aşağı getməlidir deməli. Həmçinin bura qədər 5-dir. Buradan da keçəcək. Bu şəkildə olacaq. Bu şəkildə olsun. Bu çevrənin radiusu çünki 8-ə bərabərdir. Belə göstərək də. Bura 8-dir. İndi bizə nə soruşur? Bu təni ilə verilmiş çevrəyə K nöqtəsinə toxunan düz xətt çəkilmişdir. A nöqtəsindən bu tənlik ilə verilmiş çevrəyə K nöqtəsində toxunan düz xətt çəkilmişdir. Deməli, A nöqtəsindən həmin çevrəyə toxunan çəkilib və bu toxunan buna K nöqtəsində toxunur. Baxın, bura A nöqtəsi. A nöqtəsinin həmin çevrəyə K nöqtəsində toxunan düz xətt çəkilmişdir. Bu toxunandan söhbət gedir. İndi bizə nə soruşur? AK parçasının uzunluğunu soruşur. AK parçasının uzunluğu. İndi keçirik çevrə mövzusuna. Həmin K nöqtəsi ilə onu birləşdirirəm. K nöqtəsi ilə onu birləşdirirəm. Burada KO nədir? KO radiusdur. Burada 8-dir. Radius toxunana perpendikulyardır. Buradakı bucaq 90 dərəcədir. A nöqtəsi ilə mərkəzi birləşdirirəm. A nöqtəsi ilə mərkəzi birləşdirirəm. Əvvəlcə AO məsafəsini tapacağım. AO məsafəsində iki nöqtə arasındakı məsafə düsturu. A nöqtəsinin koordinatları da var. -12, 3-dür. O nöqtəsinin də koordinatları var. 5-dən müsbət 3-dür. İndi AO məsafəsini tapa bilərəm. 5-dən -12 çıxacağım. Mötərizə kvadratı. Üstəgəl 3-dən 3 çıxıram. Bunun mötərizə kvadratı. Buradan 17-nin kvadratı 289, üstəgəl 0. Bu da bizə verir 17.
Deməli, A-dan O-ya qədər məsafə 17-yə bərabərdir. Düzbucaqlı üçbucaq Pifaqor teoremi. AK-nın uzunluğu, yəni AK-nın kvadratı üstəgəl 8-in kvadratı bərabərdir 17-nin kvadratına. AK-nın kvadratı 289-dan 64 çıxacaq. AK-nın kvadratı bərabərdir 225-ə. AK da olacaq 15. AK parçasının uzunluğunu soruşur. Cavab 15-ə bərabərdir. Bir balaca sual çətindir. Şəkil çəkmək biraz, yəni şəkil çəkəndən sonra əslində görmək olur, yəni təsəvvür etmək olur. Bu sualı saxlayıb, yəni ikinci dəfə, üçüncü dəfə yenə izləyin ki, daha yaxşı aydın olsun. Çünki eynisi yoxdur burada. Düzgün cavab 15. 30 nömrəli suala baxırıq. Uyğunluğu müəyyən edin deyir. Buna aid yuxarıdakı nümunələrdə işləmişdik. Çevrənin daxilindədir, çevrənin xaricindədir, çevrənin üzərindədir. Əvvəlcə çevrənin tənliyini yazıram. X minus 2-nin kvadratı üstəgəl y minus 3-ün kvadratı bərabərdir 25-ə. A-da 3 ilə 4 verilib. X-in yerinə 3 qoyuram. 3 minus 2-nin kvadratı üstəgəl 4 minus 3-ün kvadratı. Bu bizə verir 1, üstəgəl 1, yəni 2. 2 burada 25-dən kiçik olduğuna görə deyəcəyik çevrənin daxilindədir. Yəni 1-ə uyğun gəlir A variantı. B-ni yoxlayaq. 6 minus 2-nin mötərizə kvadratı üstəgəl 8 minus 3-ün mötərizə kvadratı bərabərdir. 4 kvadratı 16, 5 kvadratı 25. Bu da bizə verir 41. Buradakı 25-dən böyük olduğuna görə, yəni radius, burada radius 5-dir, radius 5-dir. Buradakı radius isə 5-dən böyük ədəd alınır. Ona görə çevrənin xaricindədir. B variantı uyğun gəlir ikinciyə. Üçüncüdə baxırıq. 5 minus 2-nin kvadratı üstəgəl 7 minus 3-ün kvadratı bərabərdir. 9 üstəgəl 16, 25. Radius 5-dir. Verilən tənlikdə də radius 5 idi. Ona görə çevrənin üzərindədir. C variantı uyğun gəlir ikinciyə. D variantına baxırıq. 5-dən 6-nı yoxlayaq. 5 qoysaq 5 minus 2, 3 kvadratı. 6 minus 3, 3 kvadratı. 9 üstəgəl 9, 18. Baxın, 25-dən 18 kiçik olduğuna görə olacaq çevrənin daxilindədir. D variantı da birinciyə uyğundur. Və E variantı mənfi 1 minus 2-nin mötərizə kvadratı üstəgəl mənfi 1 minus 3-ün mötərizə kvadratı. Mənfi 3 kvadratı 9, mənfi 4 kvadratı 16. Bu da bizə verir 25. Yəni bununla eynidir. Burada da radius 5-dir, burada da radius 5-dir. Ona görə çevrənin üzərindədir nöqtə. Yəni Y variantı uyğun gəlir Y-yə. 1-ə AD, 2-yə C, C-yə 3-ə B. 31 nömrəli sual eyni bu qaydada yazacaqsınız. Yəni buna baxıb özünüz yazın.